Salam dostlar, bugün parkda yürüyüşe çıxdım. Bu gözəllikləri görüb çəkmədən keçə bilmədim. Dedim sizinlə də çəkib paylaşım. Baxın, rəngbərəng məndə olan kədi dırnağıdır. Baxın necə qəşəng açıb. Bir də sarı rəngi var. Mən sarı rəngindən əslində buradan aparıb əkmişdim. Neçə dəfə əkdim. Nəsə sarı çiçəyin görmürəm. Bilmirəm niyə açmır. Sarı çiçəyidir, qəşəngdir. Hava bugün çox istidir, çox. Kuşların səsinə baxın, necə gözəl oxuyur. Burada belə bir ağac var. Belə hamısı belə kedi tırnağıdır. Rəngbərəng, sarı. Ondan sonra pəmpiş. Çox gözəl görsənir. Mən də ki harda gül gördüm. Elə bir əziz bir adamı görürəm. Qaçıram üstünə çəkməyə. Hamısı kedi tırnağıdır. Buradan alıb bilmirəm bu vaxtı əksən. Bunlar bitərmi? İstəyirəm yenə bir budaq alım sarıdan. Sarı rəngdə olanda içində qəşəng görsənir, çox gözəl görsənir. Klok da götürməmişəm. Bilmirəm. Aniden çıxdım evdən. Ürəyim sıxıldı. Çıxdım, dedim biraz yürüyüş edim. Burada da belə yaşıllıqdır. Burada belə şam ağaçlarıdır. Belə yaşıllıqdır. Bilmirəm nə bitkisidir, belə hər tərəfi götürüb gedir. Burada da belə palmalar var. O qədər yağış yağıb, yer yaşdı. Gedək görək o tərəfdə həmişə qazaniya falan olur. Görüm açıbsa onları da sizin üçün çəkim.
Nədir? Kartofdur deyəsən. Kartof ekiblər. Aha, qazanıyorlar. Ne güzeldiler. Çıxıblar. Məndəkilərdəndir. Bunun rənginə bax. Allah'ım, Allah'ım ne güzeldiler. Görün necə gözəldiler, necə gözəldiler. Allah'ım sənə şükürlər olsun. Ne güzellikler yaratmışsın. Hamısı qazanıyor, hamısı. Bu da ağacın dibində də bir başqa rəngi var. Bunu da çəkim. Belə gözəldiler hamısı.